Tarixi binada yaşayan 21 ailə təhlükə ilə üz-üzədir. Paytaxtın Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsi 150 ünvanında yaşayan sakinlər deyirlər ki, yaşadıkları binanın zirzəmisini bir şəxs alıb və orada tikinti, qazıntı işləri aparır. Bu da binanın binövrəsinə, fasadına ciddi təsir edir. Alıb, geçsin içəridə işin görsün. Mənim evimi niyə uçurdur? Burada 21 ailə yaşayır. Bu adam evin altının özəli yoxdur. Mənim şikayətim odur ki, bunun altı tikilsin, bərpa olsun. Bu binamız şüşə olur, sirkələnir külək olan kimi. Onlar deyirlər ki, zirzəmini alan şəxs İran vətəndaşıdır və zirzəmidə iaşə obyekti tikmək istəyir. Sakinlər bildirir ki, təhlükəsizlik bir yana, rahatlıqları da qalmayıb. Belə ki, zirzəmini alan şəxs səs-küy ilə də onları narahat edir. Anam insult keçirdi, səhər tezdəndən dağıdır, arvad qorxdu, yerə yıxıldı. Yuxulu da tezdəndən adam iş görər, saat elə işıqlaşmayıb. Gecəyə kimi yata bilmədik. Ev tapşırdıq neçə dəfə. Dedim neçə dəfə ki, bəs işi belə başlamayın da, elə başlayın ki, cəmaət yuxudan duran vaxt olsun. Şikayətçilər deyir ki, bir müddət əvvəl həmin şəxs binanın divarını da söküb. Məqsədi isə orada özünə havalandırma pəncərəsi açmaq olub. Lakin həmin divar sakinlərin şikayətindən sonra bərpa edilib. Bura taxtadır da, yəni sirkələnir, hər yer sirkələndi dəfələrlə. Qorxdu, qopdu, töküldü emosiyalar. Qab-qacağım, nə bilim çox. Sonra da mən uşağı təcil aparmışım həkimə, gəldim ki, buranı dağıdıb. Zirzəmini alan şəxsi isə orada tapa bilmədik. Ekspertlərin sözlərinə görə qeyd olunan tikili tarixi bina olduğu üçün ora kənar müdaxilə qanunla qadağandır. İddialarla bağlı Nəsimi rayon İcra Hakimiyyətindən isə bildirildi ki, məsələ araşdırılacaq. Minaya Zamanova, Aydın Bayramov, Şəbnəm Qurbansoy, Xəzər xəbər.